Ona sarı vərəqə göstərilir. İlk dəfə Deportivo komandasının qapısına birinci turda Fernandes Borbalan Real komandası ilə görüşdə 11 metrlik cərimə zərbəsi təyin etmişdi və 35-ci dəqiqədə Cristiano Ronaldo məhz həmin 11 metrlik cərimə zərbəsi ilə La Ligada özünün ilk golunu vurmuşdu. İndi isə David Villa 21-ci golu vurmağa hazırlaşır. Lakin bu gol olacaqmı? David Villa hakim bildirir ki topu vurmaq olar və top qapıdan keçir. Bu David Villa'nın İspanya La Ligasında vurduğu 21-ci goldu və artıq David Villa 3-cü dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənə bilir. Beləliklə 1-0 Valencia irəli çıxır. Bu görüşün 34-cü dəqiqəsində baş verir. 1-0. Bu fragmentin təkrarına baxırıq. David Villa